Deməli, bax, Şamaxıda bilirsiniz ki, kabab festivalı oldu. Milləti umsundurmaq da lazımdır axı. Millət kabab yeyə bilmir. Şəxsən mən axırıncı dəfə kabab hasan yemişim mən. 2 dəfə məcburi uşağın tədbirində kabab çəkmişəm 2 dəfə. Məktəbdən də, uşağın tədbirində. Birində məktəb tədbiri idi, birində qısa tədbiri idi. 2 dəfə mən onda yemişəm kabab, Almaniyada. Yəni imkan yoxdur da burada. Ət var, ət tapmaq asandır, amma şəraitim yoxdur mənim. Mən biraz qapalı həyat tərzi keçirirəm. Amma Azərbaycanda, burada sual verin də, niyə uzağa gedir? Ay qardaşlar, bu 2 manatlıq broiler budur demirəm, 2 manatlıq broiler budur demirəm. Sizə Allaha ant verirəm. Sizə Allaha ant verirəm. Axırıncı dəfə qəşəng belə quzu kababı, haçan yemişsiniz, ya belə hinduşka kababı, quzu kababı. Axırıncı dəfə haçan yemişsiniz. Yazın da 1 ay bundan qabaq, 1 il bundan qabaq, 3 il, 5 il, nə qədərsə xahiş edirəm yazın da. Qarın dolusu. Toyda demirəm, qavanğa toyda qoydular, məcburi gözünə soxdun. Onu demirəm, deyirəm ki, belə qəşəng bir 3 kilo, 5 kilo ət, belə qəşəng bir 2 dənə dostunla, bir qonşunla, belə qəşəng ya ailənlə, belə fıs-fıs, belə yağlı da tikələr, belə duzlu suyu da tökürsən, ət yanmasın. Axırıncı dəfə haçan yiyibsən, qadan alayım, sual verirəm dana, insanlıqdana, sual verirəm dana. Demirəm, broiler tövün uşağın başına anlattın, ilic bir yanmış ət yiyisi gəlsin. Onu demirəm, qırmızı ət, qırmızı ət, haçan yiyibsən axırıncı dəfə. Xahiş edirəm, yazdana 3-5 kilo belə kabab eləyib, ailənlə qonağın mı gəldi, ya belə qəşəng yiyimisən. Haçan, qəşəng də bir mıxlamısan, ya mıxlamamsan öz işindir. 3 il yazanlar var, 5 il yazan var. Allah haqqı yadımda deyil yazanlar ümumiyyətcə demək olar ki, çoxdur. Ümumiyyətcə çox adam yazır, Allah haqqı yadımda deyil. Baxıram. Yəni, mən də məcburi uşaqların 2 dəfə məktəbin son 2-3 ildə, son 3-4 ildə, mən də son 3-4 ildə Almaniyada. Birinci, mən həmişə kabab yemirəm ona görə ki, sanki mən burada yiyib, xalqımla bir həmrəylik kimidir. Mən çox vaxt acda qalıram. Xalqımla həmrəylik olmaq üçün. Sanki insanlar acdır, mən niyə yeməliyəm bunu? Mən belə xasiyyət adamım. Bir də Manav gələndə kabab çəkdim. O vaxtı. Bir dəfə Fuad gələndə çəkdim. O şəhərdə imkan var idi. 2 dəfə ona Manav, Fuad gələndə kabab çəkdim. Bir dəfə Əfqan bəy gələndə çəkdim. 3 dəfə qonağım olanda çəkdim. 2 dəfə də uşağın məktəb tədbirində. Yəni 4 il ərzində 5 dəfə kabab çəkdim. Bana görə toyumda yiyənəm. Bu yazır toyumda yiyənəm. Allah'ın bitsin. Bu neydi? Toyumda yiyənəm. Toyumda deyir yiyənəm. İndi Allah bilir bu neçə ildir toy ili. Bir zəhmət olmasa da toyun ilini də yazardın da ilini. Toyun ilini. Bana görə mangalda Saska pişirdiği cibinə uyğun. İndi niyə görə biz neft qaz ölkəsiyik? Erməni bunu yiyə bilər, biz yiyəmərik. O kabab mənim yaralı yerimdir. Nə vaxt? Bana görə. Paşinyan kabab pişirir. Gəlin göstəreyim sizə. Paşinyan kabab pişirir. İlham Əliyev də xalqı kabab eləyir. Ala baxın, o göstərəcəm. Paşinyan kabab pişirir. İlham Əliyev də xalqı kabab eləyir. Buna bax, xalqı. Paşinyan xanımına kabab çəkir. Öyle pomidorlu, badımcanlı. Öyle mən baxdım o kabab çəkməyin, elə mən də belə gözəl kabab çəkirəm. Mən çox gözəl kabab çəkirəm. Amma baxın Paşinyan, İlham Əliyev də xalqı kabab çəkir. Xalqı şişə taxıbdır. Baxın. Haradaydı? O görün Paşinyanın kabab çəkməyini göstərə bilirəm sizə. Bana görə Paşinyan, tapdıq, ala baxın. Gör nə sadə adam.
Ya zaten səsini işləmir. Görün nə sadə adamdır. Bizə belə prezident lazımdır, valla. Valla kaş Azərbaycan prezidenti bu olardı. Buna bax, siz Allah. Xalqın içindən çıxmır. Hər an açırsan oradan Paşinyan çıxır. Ona yuxanı gətirir, yuxanı da istəyir. Arvadını düzəldir, bax, anlayın. Bax, ona bax, siz al. Prezident belə sadə olar, Prezident belə olar. Xalqın içindən çıxan prezident belə olur. Bardan, diskotekadan çıxan da, Ebru Gündeş'in yanından çıxan da bizimki kim olur? Prezident belə olar. Görün nə təri prezident. İnan Allaha Azərbaycan xalqı seçki olsa real seçki olsa, baba, and olsun Allaha deyim, sizə sual da verəcəm. Real seçki olsa, zaten Türkləri Paşinyan İlham Əliyevdən çox müdafiə edir. Real seçki olsa, iki dənə də namizəd olsa, biri Paşinyan, biri İlham Əliyev, hansına səs verərdiniz? Bax, real seçkidir günün sabah. Biz yoxdur da qabildir, Əli Kərmi, Quba Dibal, biz yoxuq. İkicə dənə şans veriblər. Hansı güclər? Hansı güclər iki dənə şans verir. İlham Əliyev ya Paşinyan. Hansına səs verərdiniz? Siz Allah yazın. Siz Allah yazın. Pusa deyirə günə qoyub İlham Əliyev Azərbaycanı. Qarabağda döyüşən qazilər, şəhid ailələri Paşinyandan sığınacaq istəyir, Paşinyandan. Ölkəni elə günə qoyublar. Ölkəni elə günə qoyublar ki, şəhid ailələri belə Paşinyandan sığınacaq istəyir. Nə qədər efirdə görmürsünüz? Baxın, indi baxın. Siz Allah baxın. Hamı Paşinyan yazır. Bəziləri Paşinyan yazmağa utanır. Bayram Nurlu yazır, ya Paşik yazır. Əsəbindən. Baxın, hamı yazır Paşinyan. Paşinyan Azərbaycan prezidenti olsaydı, indi yağbal yiyirdiniz. İndi görün, qabil olsa nə yeyirsiniz də? Görün, qabil olsa necə olar? Əsas milli olsun, milli. Görün, necə prezident Azərbaycanda özünü necə sevdirib. O da qalmışdı Ermənistanda. Görün, Azərbaycanda belə özünü necə sevdirib. O bilmirmi ki, erməni xalqı bilmirmi ki, Sarkisyan, Kaçaryan ora gəlsə, prezident olsa, ərəbləri tökəcək erməni qızlarını. Bilmirmi? Bilmirmi, qərbə doğru getmək lazımdır. Erməni xalqı gözəl bilir. Ermənilər həmişə nə deyibdir? Müslüman deyəndə bizi nəzərə tutur. Deyir, müsəlmanın sonraki ağlı mənim olaydı. Bax, indi də türkləri görürsünüz, müsəlmandır. Oyda, Erdoğan'ı biz mi səs vermişik? Hamı deyir, əllərim quruyardı ona səs verdiyim yerdə. Da Yetkin Xəllov, biraz da qabağa getmədə. Biraz da qabağa get. Paşinyanın içini qoy arvadı, Anna Kopyan neynəsin. Sən niyə şey eləyirsən, uğraş. Gör İlham Əliyev sənlə günə qoyubsa, görürsən, inan Allaha, Azərbaycan qızları Erməniyə baxanda Türkiyədə eləyən qızlarımız var. Özdə kifayət qədər çoxdur. Ərazisinin, əhalisini nəzər alanda ən çox bədəni satan kişili qadının Azərbaycandandır. İndi siz orada bizim pasportdan bax verirlər. Yox, erməni də gəlib. İndi görün İlham Əliyev xalqı nə günə salıb ki, çatda belə yazırlar, Paşinyanın mıxına yazırlar. Görürsünüz mü? Türkiyədə görürsünüz, o real. Sən indi orada bəlkə əsəbindən yazırsan, nədən yazırsan bilmirəm. Amma Türkiyədə görürsün, heç Paşinyan ki prezidentin də yox ha. Ermənininkini gör nə qədər var. İlham Əliyev görün nə günə qoyub ölkəni. Budur bax, bu xalq hələ meydandadır. Bu xalq hələ nəsə eləməyə çalışır. Bir baxaq. Bu Gürcü xalqı niyə sınmır? Niyə sınmır? Deyilmi niyə sınmır? Deyilmi? Bir sual verirəm, yazın bura, xahiş edirəm. Niyə Azərbaycanda kişilər sınır?
Məsələn, etirazçılar, müxalifət sındırırlar tez, amma elə Gürcüstandakı Azərbaycanlılar da sındırır hakimi. Ha, sındırıblar, eləyirlər əksəriyyəti, hamısı olmasa da. Niyə görə bəs Gürcülər, imenli Gürcülər, milliyyəti Gürcülər, onlar niyə sınmırlar? Ha, niyə? Niyə ümumiyyətcə Gürcüstanda lap Azərbaycanlılar da biraz baxırsan sınanları azdır? Niyə? Niyə amma İlham Əliyev sındırır? Niyə? Niyə? Değil mi niyə? Ya, heç kim yazmadı. Düz yazmırsınız. Düz yazmırsınız. Niyə İlham Əliyev meydana çıxan, bizdə çıxan, bir də çıxmaq istəmir meydana. Amma Gürcüstanda bir çıxan yenə də çıxır. Niyə? Çünki İlham Əliyev adamın ailəsini, adamın qızını, gəlinini, arvadını, uşağını, belə necə deyərlər, qardaşı qızını, qardaş arvadını, qardaşının, bacısının qızını, bacısını İlham Əliyev ailəlikcə, nəsli zor. Bir adama görə nəsli, İlham Əliyev. Bir adama görə. Nəsli İlham Əliyev. Ona görə insan çıxmaq istəmir. Amma orada cəzanı özünə verir. Meydana çıxmışlar, cəzanı özünə verirlər. Amma İlham Əliyev ailəlikcə, nəsillikcə cəzalanır. İndi siz də İlhamı devirəndə, İlhamı və İlhamı qoruyanları nəsillikcə, ailəlikcə cəzalandırarsınız. Deyələmədim. Mən burada çıxış eləyirəm. Mən burada çıxışımın daima nə dəxli var? Mən daimin Yevlatda Səmədabad kəndində mən daimin üzünü axırıncı əvvələm kursant vaxtı görmüşəm, yoxsa açan kursu 30 il qabaq görmüşəm. O da gələndə şirin quş zad verirdi belə. Qəpik zad verirdi. Mən daimin çox böyük hörməti var idi, çox da böyük adamlarla əlaqəsi var idi. Arvadı da Qərbi Azərbaycanlı idi. Üstəlik də Vedidən idi, səhv eləmirəmsə. Və hökumətin elə yarısı Vedidəndir. Hətta daimin oğlu prezident aparatında çayxanada işləyirdi. Bildiyim qədərindən. Nətər oldu? Daimi nə günə qoyublar? Mənə görə daimi nə günə qoyublar, bilirsiniz? Mən burada kursant, bir də görə kursant var, şərəfli adamlar var, dostumuz olan adamlar olubdur. Onların adını belə çəkdiklərimi gedib necə incəliblər, sıxışdırıblar. Bu videonu qabiliyyət sildirə bilərsən, bu təsir eləyə bilərsənmi, bunu eləyə bilərsən. Necə kompakt işləyirlər, necə kompakt. Bax, bütün məmurların, deputatların, məmurların, yekələrin hamısının balası polisdir. Atanızın sərvətini qorumaq üçün polis olmalısınız. Siz atanızın sərvətini, əminizin sərvətini qorumaq üçün. Və deyələmədilər. Baxın, bir dənə mənə məmur balası göstərin. Bir dənə mənə nazir balası, nazir mavini balası, general balası, icra başçısının balasını, bir dənəsini göstərin ki mənə, bir dənəsini. O diplomatiyanı oxuyubdur. Diplomatiyanı, hüququn diplomatiyasını oxuyubdur. Göstərin görün. Göstərənməzsiniz. Ümumiyyətlə, hüququ bitirən göstərənməzsiniz. Dünyada, xaricdə oxuyan, daxildə oxuyan, bir dənə məmur balası göstərin ki, bu diplomat olmaq üçün. Çünki bilirlər ki, bu hakimiyyət adnaraz hakimiyyətdir. Erdoğan'ın hakimiyyəti, Putin hakimiyyəti, Lukashenko hakimiyyəti, İvanishvili, İlham Əliyev, Bəşər Əsəd, düzdür, Atabali ötürdü, aydın məsələ. Bizdə də. Bu hakimiyyətlər adnaraz hakimiyyətlərdir. Bunlar hakimiyyətdən getdi mi, bunlara bir dənə baş əyən baş qalmayacaq. Qabil olmur, Məmməd olsun, İvan olsun, Petrov olsun. Zaten İlhamı qoyanlar, onu götürənlər həmən adamlar olacaq, ora gətirənlər də həmən adamlar olacaq. Bax deyirəm ha, bunlar adnaraz hakimiyyət. İlham gedəndən sonra İlhama baş əyən, İlhama salam verən, İlhama bir dənə şeir deyən, İlhama bir cümlə xoş söz deyən, heykələ bir dəfə baş əyən, hamısı vətənə xəyanətdə ittiham olunacaq. Onlar hamısı vətənin xainləridir. Və dəyərli həmvətənlər, dəyərli soydaşlar, ona görə bunlar durub yeni hakimiyyət,
Nədir bu? Yat partiyası, yeni diplomatlar, yeni ölkə, yeni mübarizə, yeni... Bunlar nə mübarizə, nə diplomatiya? Bunlar hamısı dədələrinin yığdığı milyardları, dədələrinin yığdığı milyardları fırlatmaq üçün, işlətmək üçün pul gətirər. Bu ideologiya ilə bunlar hamısı, yəni dədələrinin yığdığı sərvəti əldə saxlamaq, işlətmək üçün hamısı xaricdə maliyyə krediti oxuyublar, biznes oxuyublar. İçin Nadir Qafarzadəyə qədər hamısı oğlunu oxudub biznes üzrə, biznesi idarə eləmək üçün. Qurduqları biznesləri idarə eləmək üçün. Bəli, öyle çox vaxt xaricdə oxudurlar, çünki xaricdədir bizneslər. Bunlar bilirlər ki, bunlar hakimiyyətdən getdi mi? Bu xalq nə qaçacaq, nə diplomatiya, nə siyasət, ancaq əldə qalan pulusa da idarə eləmək. Vəssalam.